Herkese salamlar əziz dostlar. Bildiyiniz kimi daha əvvəl Quranın çox tanrılı strukturu ilə əlaqəli mövzuya qısa bir şəkildə bir neçə videoda danışmışdım. Bu mövzu bir çox müsəlmanı narahat edir. İstər reformist müsəlmanlar olsun, istər reformist müsəlmanlar olmasın. Amma boşuna söhbəti fırlatmasınlar, boşuna əsəbləşməsinlər. Çünki İslamın və Quranın çox tanrılı strukturu sadəcə bir surədən və bir ayətdən bir neçə dəfə istifadə olunan biz ifadələrindən ibarət deyil, mürəkkəb struktura sahibdir. Hələ bu mövzu haqqında çox video gələcək, bunu da demiş olum. Bugün danışacaq olduğumuz videoda bu videolardan birisidir. Amma bugün Qurandakı ifadədən savayı möminlər tərəfindən davamlı olaraq istifadə olunan və çox tanrılı bir struktura işarə edən, bunu bildirən ifadə haqqında danışacağıq. Bu ifadə Allahu Əkbər ifadəsidir. İslamcıların, əsasla orijinal İslamcıların hamısını istifadə etdiyi 1400 ildən bəri, hətta daha əvvəldən bəri davamlı istifadə edilən İslamın simvolik sözlərindən birisi olan Allahu Əkbər ifadəsinin nə mənaya gəldiyini bugün analiz edəcəyik. Qarşınızda gördüyünüz ərəb dilində böyük, daha böyük, çox böyük və ən böyük ifadələrinin hansı sözlərə uyğun olduğunu görürsünüz. Mən bunu türk saytından götürmüşəm. Ona görə də türk dilində yazılıb, amma mən bunu Azərbaycan dilinə tərcümə edirəm. Narahat olmayın. Ərəb dilində olanlarının da mənası yanlarında yazılıb. Ən başda yuxarıda kəbir sözünü görürsünüz. Bu ərəb dilində böyük deməkdir. Altında əkbər sözünü görürsünüz. Hansı ki bugün haqqında danışacağımız Allahu Əkbərdəki əkbər sözüdür bu. Bu da daha böyük deməkdir. Ən altda kübra sözünü görürsünüz. Bunun da mənası ən böyük deməkdir. Qadın cinsindədir. Onun üstündə kübbara sözünü görürsünüz. Bunun da mənası çox böyük deməkdir. Ona görə də əgər Allahu Əkbər deyil də Allahu Kəbir deyilmiş olsaydı, yəni Allah böyükdür deyilmiş olsaydı heç bir problem olmayacaqdı. Çünki bu sözdə hər hansısa bir müqayisə yoxdur. Birbaşa Allah böyükdür deyirsən. Kübrada istifadə olunmuş olsaydı yenə problem olacaqdı. Çünki ən böyük də müqayisə bildirən bir sözdür. Daha böyük də müqayisəni bildirən sözdür. Hansı müqayisəni bildirir? Təbii ki, digər tanrılarla olan müqayisəni bildirir. Allah özünü çayxanadakı Elnur əmi ilə, küçədəki Əhməd əmi ilə və yaxud daşla, ağacla müqayisə etməz. Davamlı olaraq digər tanrılarla müqayisə edir və özünün daha böyük olduğunu ifadə edir ki, Quranda da bunun ilə əlaqəli çox aydın ifadələr var. Yaradanların ən gözəli mənəm, yaradanların ən yaxşısını qoyub Baal bütünə dua edirsiniz və s. buna bənzər ifadələr var. Yəni, açıq-aydın şəkildə həm də cəm formasında yaradıcılar ifadəsi var. Sadəcə bizli ifadələr yoxdur. Birbaşa yaradanların ən gözəli mənəm deyərək digər yaradanların varlığını onsuz da qəbul edir. İndi burada əkbər sözünün eyni zamanda ən böyük mənasında olduğunu deyənlər var ki, bu doğru deyil. Sonra Qurandakı əkbər sözünün istifadə olunduğu yerləri sizə göstərəcəm və hamısında daha böyük mənasında istifadə olunduğunu çox açıq bir şəkildə görəcəksiniz. Amma ən böyük mənasında da olsaydı, burada da digər tanrılardan daha böyük ifadəsi ortaya çıxmış olacaqdı. Çox dəyişən bir şey olmayacaqdı. Amma əkbər ifadəsi bu cəhətdən daha kəskin ifadədir. Bu arada bu mövzuya da toxunaq. Niyə Allahu Kübbara deyilmir də Allahu Əkbər deyilir? Və yaxud niyə Allahu Kübra deyilmir də Allahu Əkbər deyilir? Bunun səbəbi olduqca sadət əziz dostlar. Videonun əvvəlində buna toxunmuşdum. Çünki Kübbara və Kübra sözləri qadın cinsindədir. Əkbər sözü isə kişi cinsindədir. Ona görə də burada Allaha qarşı heç vaxt qadın cinsində olan sözlər istifadə olunmaz. Hər nə qədər Allahın cinsiyyəti olmadığını, nə kişi, nə də qadın olmadığı iddia edilsə də, deyilsə də, praktikaya, istifadə olunmasına, Qurana, İslam dininə baxdığımızda bu tamamilə doğru olmadığını və Allahın kökünə qədər kişi cinsində bir tanrı olduğunu görürük. Hətta Allah Quranda bəzi ayətlərdə özünə qız uşağı aid edilməsinə çox narahat olur, çox əsəbləşir və qızlar mənə, oğlanlar sizindirmi deyir.
Yəni Allah birbaşa kişi cinsində olan bir tanrıdır, kökünə qədər kişidir. Quranda başdan ayağa kişi cinsində olan, kişiyə xas olan bir dildədir, kişilərə xitab edər, kişilərin üstünlüyünü davamlı olaraq bildirər və qadınları alçaldar. İndi əziz dostlar, buradakı istifadə olunmasının səbəbi budur. Ona görə əkbər sözü istifadə olunur. İndi əkbər Qurandakı nümunələrə baxmağa başlayaq əkbərin. Gəlin Ənam surəsinin 76-cı ayətinə baxaq. Burada İbrahim peyğəmbərin hekayəsindən danışılır. Burada əkbər sözünün daha böyük mənasında olduğunu çox aydın bir şəkildə ortaya qoyur. Bu mövzu Ənam surəsinin 76-cı və 78-ci ayələri arasında keçir. Ənam surəsinin 76-cı ayətinə belə deyilir. Gecənin qaranlığı onu bürüdüyü zaman o bir ulduz gördü və dedi: "Bu mənim Rəbbimdir. Ancaq ulduz batdığı zaman mən batanları sevmirəm" dedi. Deyilir. Sonra da 77-ci ayətə baxaq. Ay doğarkən onu görən zaman belə dedi: "Bu mənim Rəbbimdir." O batdığı zaman isə şübhəsiz əgər Rəbbim məni doğru yola yönəltməsəydi, zəlalətə düşən qövmdən olardım, dedi, deyilir. Sonra da 78-ci ayətə baxaq. Günəşi doğarkən görən zaman isə bu mənim Rəbbimdir, bu daha böyükdür, dedi. Ancaq o da batdığı zaman belə dedi: Ey qövmüm, mən həqiqətən sizin Allaha şərik qoşduğunuz şeylərdən uzağam, deyilir. Aşağıda da ərəb dilində hasa akbaru, daha böyük sözünü qeyd eləmişəm, görə bilərsiniz. Əkbər deyə keçir. Burada İbrahim ilk öncə ulduzu görür, daha sonra ulduz batır və ulduzdan daha böyük olan ay çıxır meydana. Bu səfər aya Rəbbim deməyə başlayır. Daha sonra ay da batır, arxasıca günəş çıxır. Günəş aydan daha böyükdür, daha parlaqdır. İbrahim bunu görəndə bu mənim Rəbbimdir, bu daha böyükdür deyir. Yəni burada İbrahim ulduz, ay və günəşin böyüklükləri arasında bir müqayisə edir. Ən sonunda günəşin digərlərindən daha böyük olduğunu görəndə bu mənim Rəbbimdir, bu daha böyükdür deyir. Yəni buradakı müqayisədən və ayətdə keçən əkbər sözündən bu daha böyük mənasının istifadə edildiyini, bu mənaya gəldiyini görürük. Başqa bir nümunəmiz isə Zuhruf surəsinin 48-ci ayətində keçir. Burada belə deyilir: Onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi. Bəlkə haqq yola qayıdarlar deyə biz onları müxtəlif əzablarla cəzalandırdıq, deyilir. Baxın əziz dostlar, burada əkbər sözünün daha böyük mənaya gəldiyini açıq şəkildə ortaya qoyur. Yenə də aşağıda əkbər sözünü ərəb dilində olan formasını qeyd eləmişəm, baxa bilərsiniz. Burada bu sözə başqa bir anlam, məna verilə bilməz. Sonra da Qafir surəsinin 57-ci ayətinə baxaq. Burada belə deyilir: Şübhəsiz göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük bir işdir. Lakin insanların çoxu bunu bilməz, deyilir. Aşağıda ərəb dilində əkbər sözünü qeyd eləmişəm, baxa bilərsiniz. Baxın, bu ayətdə də daha böyük ifadəsi yerinə tam oturub. 3 dənə ayət göstərdik. Hətta ilk göstərdiyimiz 3 ayətlər silsiləsi şəklində idi və İbrahimin hekayəsi haqqında danışırdı. Burada ulduzun aydan daha balaca olması, ayın günəşdən daha balaca olması və İbrahim bir müqayisə aparır və günəş bunlardan daha böyükdür deyərək onu Rəbbi olaraq görürdü. Bu ayət də göylərin və yerin yaradılmasının insanların yaradılmasının daha böyük bir şey olduğunu ifadə edilərək yenə əkbərin daha böyük anlamında, mənasında istifadə edildiyini, anlamının mənasının bu olduğunu göstərir. Digər ayətdə də onlara göstərdiyimiz hər bir möcüzə digərindən daha böyük idi ifadəsi var. Günümüzdə əkbər sözünə daha böyük mənası ilə yanaşı ən böyük mənası da verilir. Halbuki bu ifadə heç bir formada uyğun deyil, digər ayətlərə də uyğun deyil. Həm də bu ifadə sonradan verilmiş kimi görsənir. Çünki Qurana baxdığımız zaman əkbər sözü birbaşa daha böyük mənasını verir. Bununla əlaqəli bir ayət daha var. Deməli, Ənkabut surəsinin 45-ci ayətə baxaq. Burada belə deyilir: Ey Peyğəmbər, kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir.
Allahı zikr etmək, namaz ən böyük ibadətdir. Allah sizin etdiklərinizi bilir deyilir. Burada daha böyük ifadəsi yerinə ən böyük ifadəsi qoyulub. Amma burada ilk öncə kitab oxu deyilir, daha sonra namaz qıl deyilir. Onlardan sonra Allahı zikr etmək ən böyük ibadətdir deyilir. Yəni namaz qılmaqdan və Quran oxumaqdan daha böyük ibadətdir mənasında istifadə olunur. Yəni digərləri ilə müqayisə edilir. Ona görə də doğru məna daha böyükdür olacaq burada. Hətta əvvəlki meallərdə bu şəkildə istifadə olunur. Daha sonradan dəyişdirilib. Amma dediyim kimi, əkbər əgər daha böyük mənasında deyil də, ən böyük mənasında olsaydı, bu da bir müqayisəni ortaya qoyduğu üçün yenə eyni mənaya gəlib çıxacaq və çox tanrılı sistemi ifadə etmiş olacaq. Bir də digər ifadələr ilə əlaqəli bir neçə nümunə göstərək. Taha surəsinin 22-ci və 23-cü ayətinə baxaq. Burada belə deyilir. Bir də əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq əlin qüsursuz bir şəkildə ağappaq çıxsın. Ən böyük möcüzələrimizdən bəzilərini sənə göstərmək məqsədilə bunları etdik deyilir. Bu səfər kübra sözü işlənir. Aşağıda ərəb dilində qeyd eləmişəm. Baxa bilərsiniz. Burada kübra ən böyük mənasını gəldiyini görürük. Sonra da Taha surəsinin 71-ci ayətinə baxaq. Burada belə deyilir. Firon dedi, mən sizə icazə verməmiş ona iman gətirdiniz. Şübhəsiz ki, o sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz deyilir. Burada kəbir sözü var. Aşağıda ərəb dilində qeyd eləmişəm. Kəbir sözü də videonun əvvəlində göstərmişdim. Böyük mənasını verir. Yəni əziz dostlar, yekunlaşdırsaq, Qurana görə əkbər sözü açıq şəkildə daha böyük mənasına gəlir. Ona görə də Allahu Əkbər ifadəsi də Allah böyükdür mənasını vermir. Allah daha böyükdür mənasını verərək digər tanrılarla müqayisə edər. Yəni digər ilahlar var, Allah da var, amma Allah onlardan daha böyükdür mənasına gəlir. Ən başlarda dediyim kimi, bu ifadənin istifadəsi İslamdan daha əvvələ qədər gedər. O dövrlər bildiyiniz kimi, əsas da paqanist çox tanrılı inanclara sahib toplumlar fərqli toplumların tanrılarını ümumilikdə inkar etməz, sadəcə onların o toplumun tanrıları olduğunu qəbul edər və özlərinin tanrılarının özlərindən məsuliyyət daşıdığını qəbul edər, onların tanrılarının isə onlardan məsuliyyət daşıdığını qəbul edər. Buna görə də belə bir inanc silsiləsi olurdu. Hətta bunun nümunələrini görə bilirik. Petra kimi yerlərdə fərqli toplumların tanrılarına aid heykəllərin orada bir arada olduğunu görürük. Ona görə də bunlar digər toplumların tanrılarını inkar etməyib, sadəcə onlara qarşı Allahu Əkbər, Allah daha böyükdür, sizin tanrılarınızdan daha böyükdür şəklində belə deyimlər istifadə etmiş ola bilərlər. Əkbər sözü bir şeyi öz cinsində olan şeylərlə müqayisə etdiyini başa düşmək üçün əkbərlə istifadə olunan fərqli nümunələrə baxa bilərsiniz. Bunu da Türk saytından götürmüşəm, araşdırıb baxa bilərsiniz. Məsələn, Hacı Əkbər də bu nümunələrdən birisidir. Burada Hacı Əkbər və Hacı Askar nə deməkdir şəklində bir başlıq açılıb. Mən buranı oxumayacağam, özünüz oxuyarsınız, onsuz da Türk dilindədir. Videonu çox uzatmaq istəmirəm. Yəni, videonu burada yekunlaşdıraq. Bugünlük bu qədər dostlar. Bugün bu mövzuya toxunmaq istədim. Bu videonu paylaşın, videonu like edin, kanala abunə olun. Gələn görüşlərdə görüşəncək sağ olun, salamat qalın.